Axşamınız xeyir olsun dəyərli dostlar. Hər birinizi Baksel Lotereyasının canlı yayımında xoş gördük. Yenə həyəcanlı günlər yaşayırıq. Çünki bu həftə bizim üçün çox maraqlı olub. Biz bu həftə 4 iPhone 17 və 1 Zikr avtomobili hədiyyə eləmişik. Çox maraqlıydı. Artıq bizim Zikr avtomobilimizin təqdim olunması mərasimini də sosial şəbəkələrdən izləyə biləcəksiniz. Bizim bir xanım iştirakçımız bizdən Zikr avtomobilini hədiyyə qazandı və bizim hələ təbii ki qarşıda bir neçə yenə Zikr avtomobillərimiz və iPhone 17'lərimiz var. Bunun üçün nə etmək lazımdır dostlar? Bizim lotereyamızda iştirak eləmək lazımdır. Lotereyada iştirak eləməyin də biz bir çox üsullarını sizə hər zaman bildirmişik və mən yenə vurğulamaq istəyirəm. Çox sadə üsullardandır. Yəni xüsusi bir qeydiyyata ehtiyac yoxdur. Biz bunun üçün 4 üsulla sizin qarşınıza gəlirik. Belə ki, bizim lotereyalarda iştirak eləmək üçün Baksel istifadəçilərinin hər birində Baksel tətbiqi var. Daxil olursunuz Baksel tətbiqinə, şans paketləri ilə bağlı orada ətraflı məlumatları əldə edə bilirsiniz. Qeyd edeyim ki, bizim şans paketləri 3 xaldan başlayaraq 400 dəfəyə qədər artır. Yəni siz 400 dəfə şansınızı artırmış olursunuz və təbii ki, həm gündəlik tirajlarda, həm də həftəlik tirajlarda hədiyyə qazanma şansınız daha çox olur. Eyni zamanda bundan başqa rahat şəkildə siz lotereyabaksel.com saytına daxil ola bilərsiniz və lotereyabaksel.com saytından da istədiyiniz şans paketini əldə edə bilərsiniz. Bundan əlavə, ümumiyyətlə lotereya ilə bağlı bütün məlumatları da elə lotereyabaksel.com saytından əldə edə bilərsiniz. Bizim növbəti üsulumuz SMS üsuludur. Bu 8008 nömrəsidir ki, siz istədiyiniz şansın sayını 8008 nömrəsinə göndərərək lotereyada iştirak etmə şansını əldə edirsiniz. Və ən əsası bizim USSD kodlardır ki, bunun üçün ulduz 3 diyez və yaxud ulduz 7 diyez, ulduz 150 diyez, ulduz 60 diyez yığaraq şansınızı artırmış olur və bizim lotereyamızda iştirak edirsiniz. Yəni rahat şəkildə burada da istədiyiniz şansın rəqəmini ulduzdan sonra daxil edirsiniz. Yəni ulduz 60 diyez yığaraq rahat şəkildə bizim lotereyamızda iştirak etmiş olursunuz. Daha bir qaydanı mütləq vurğulamaq istəyirəm ki, dostlar, bizim lotereyalarımızda iştirak edən zaman nömrələr sizin öz adınız olmalıdır. Şəxsi nömrələrlə siz lotereyada iştirak edə bilərsiniz. Bunun üçün əgər nömrə sizin adınıza deyilsə, siz qalib elan olunmuşsunuzsa, biz sizlə əlaqə saxlamışıqsa, mütləq şəkildə nömrə əgər ailə üzvünüzün adınadırsa, bunu öz adınıza keçirib bizim yaxınlaşıb hədiyyəni götürə bilərsiniz və hədiyyəni də götürməyin 3 ay müddəti var. 3 ay daxilində rahat şəkildə daxil olub bizim yaxınlaşıb əməkdaşlardan hədiyyəni əldə edə bilərsiniz. Qeyd etdiyim kimi yenə həyəcanlı günlərdir. 1 oktyabrdan başlamış lotereyamız 31 dekabra qədər davam edəcək. Qarşıda çox böyük hələ bizim uduşlarımız var. Finalda möhtəşəm Porsche var. Eyni zamanda bundan mütləq şəkildə vurğulamalıyam ki, canlı yayımlarımız həftədə 3 dəfə olur. 1-ci, 3-cü, 5-ci günlər. Və bizim lotereyamız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir ki, lotereya komissiyasının 5 üzvü canlı yayımda qalibin seçilməsi prosesini izləyirlər. Xoş gəlmişsiniz dostlar. Biz sizi xoş gördük. Artıq neçənci canlı yayımda birlikdəyik və mən düşünürəm ki, bugün də sizə maraqlıdır ki, möhtəşəm, innovasiyanın yeni məhsulu olan, texnologiyanın yeni inqilabı olan, mən deyərdim, iPhone 17-yə kimlər bugün sahib olacaqlar. Qalibin seçilməsi prosesi də süni intellekt tərəfindən həyata keçirilir. Belə ki, dostlar, qalibi seç düyməsini biz sıxırıq. Ekranda siz hər şey görürsünüz. Rahat, innovativ üsulla və bizə daxil olan data məlumatlarına əsasən süni intellekt 2 nəfər şanslı qalibi seçir və qalibin seçilməsi prosesində Baksel mobil istifadəçisinin nömrəsinin son 2 rəqəmi bağlı olmaqla ekranda göstərilir. Və biz bilirik ki, bugünün qalibi kimdir? 2 nömrəni də bağlamağın məqsədi təbii ki, konfidensiallığa görədir. Çünki o nömrə orada açıq şəkildə göstərilsə, təbii ki, hər kəs yığar və maraqlanar, həm də həmin insanı narahat etmiş olaraq. Rahat şəkildə dostlar, mən istərdim ki, yavaş-yavaş biz keçid alaq qalibin seçilməsi prosesinə. Hamımız intizardayıq. Artıq dediyim kimi, möhtəşəm bir həftə yaşamışıq və biz iPhone 17'lər və eyni zamanda bir Zikr avtomobilini hədiyyə eləmişik. İndi isə 21 və 22-ci tirajların iPhone 17 qaliblərini seçəcəyik. Əgər biz hazırıqsa, mən istəyərdim ki, qalibi seç düyməsini sıxaq, ondan geriyə birlikdə sayaq və görək. Bugün bizim ilk şanslı qalibimiz kimdir? Və artıq biz geri sayımda görürük. 5, 4, 3, 2, 1, 0. Alqışlayırıq dostlar qalibimizi. Təbrik edirik. 55 396 90 mobil nömrəli bizim dostumuz ilk iPhone 17'nin bugünkü ilkin iPhone 17'nin qazandı. Bir daha vurğulayıram nömrəsini. 55 396 90 nömrəli dostumuz 21-ci günün tirajının iPhone 17'sinə sahib oldu. Təbrik edirik. Əgər canlıdadsa mütləq yazsın.
Yaxınları varsa əlaqə saxlayıb təbrik edə bilər. Keç dalaq 22-ci günün tirajına görək. Bugünkü qalibimiz kim olacaq? Qalibi seç düyməsini sıxaq. 22-ci günün tirajının qalibi 10 saniyədən sonra artıq bir nəfər iPhone 17 qazanır. Doğrudan da çox maraqlıdır. Bəlkə də o insan ümumiyyətlə xəbəri yoxdur hazırda canlı yayımı keçirildiyindən və biz onunla əlaqə saxlayanda biləcək ki, o bugünün şanslı qalibidir və artıq 7 saniyə qaldı. 6, 5, 4, 3, 2, 1, 0. Alqışlırıq dostlar, növbəti qalibimiz 55 879 80 mobil nömrəli dostumuz bugün bizdən iPhone 17 qazandı. Bir daha vurğulamaq istəyirəm. 55 879 80 mobil nömrəli dostumuz 22-ci tirajın iPhone 17-sinə sahib oldu. Hər iki dostumuzu təbrik edirik. Hər zaman şansınız və fürsətiniz bol olsun. Dostlar, bu qədər sadədir. Baksel lotereyasından hədiyyə qazanmaq bu qədər sadədir. 4 üsulla şans paketlərini alırsınız, lotereyada iştirak edirsiniz. Baxın, elə bu canlı yayım vasitəsilə də siz qalib olursunuz. Bilmək olmaz, bəlkə gələn canlı yayımlarda indi bizi izləyən dostlardan biri qalib olacaq. Yəni bu təsadüfi yolla seçilir. Kimin şansı çoxdursa, o da qalib olacaq. Bunun üçün nə etmək lazım? Təbii ki, şans paketlərini almaq lazımdır. Gündəlik tirajlarda da qalib olmamısınızsa narahat olmayın. Sizin şans sayılarınız itmir. Həftəlik tirajda qalib ola bilərsiniz. Bugünlük bu qədər dostlar. Gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.